Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdü ve sena lillahi rabbil alemin. Vel akibetu li ehlit takva vel yakin. Vessalatu vesselamu ala Resulillahil emin Muhammed sallallahu aleyhi ve alihi ve sellem ve ala ali beytihi tayyibine tahirinel ma'asumin aleyhimussalam ve la'netud daim ala a'daihim ecmain minəl-ən ilə qiyavmi yevmiddin. Ramazan ayının 10-cu günün duası belə başlayır. Allahümme ec'alni fihi minəl mutavakkilinə aleyk. İlahi, bu gün məni sənə təvəkkül edənlərdən qərar ver. Biz Ramazan ayının 2-ci günün duasında təvəkkül haqqında, təvəkkülün duada rolu, dua edərkən təvəkkül etməyin əhəmiyyəti haqqında qısa olaraq məlumat vermişdik və bugün də təvəkkül haqqında istərdim biraz geniş bir məlumat verək. Ümumiyyətlə, belə bir sualla mövzunu başlamaq uyğun olardı. Təvəkkülün insanın imanına hansı təsirləri var? Yəni, imanın formalaşmasında təvəkkülün rolu varmı? Ya imanın kamilləşməsində təvəkkülün bir rolu varmı? Və ya sualı belə də bir ünvanlamaq olar. Təvəkkül etmək imandandırmı? Yəni, insan təvəkkül edirsə Allaha, yəni bu imanın nişanələrindəndir, imanın əlamətlərindəndir, yoxsa yox. Allaha təvəkkül etmək, bu bəzi insanların zehnində bu haqda mənfi, yəni səhv bir düşüncə də var. Nədən ibarətdir? Yəni, bəzi insanlar təvəkkül deyəndə belə düşünür ki, elə mən işlərimi həvalə edirəm Allaha və oturub gözləyirəm. O iş nə vaxtsa yerinə yetirirlər. Bu iş, yəni bu təvəkkül yanlışdır, köklü surətdə batil bir düşüncədir. Əksinə, təvəkkül insanın etdiyi əməllərdə insana güc verir. Təvəkkül insanın etdiyi əməllərdə insanı qüvvətləndirir, insanın imanını kamilləşdirir, insanın imanını formalaşdırır. Təvəkkülün imana təsiri o dərəcədədir ki, imanın kamilliyi yəni nişanələrindəndir. Yəni təvəkkül etmək imanın kamillik əlamətlərindəndir. Buna dəlil Qur'an-ı Kərimdə Alimran surəsinin 122-ci ayəsində Allah buyurur: "Və alallahi felyetevekkelil mu'minun." Möminlər Allaha təvəkkül edərlər. Yəni həqiqi mömin, həqiqi iman əhli Allaha təvəkkül edərlər. Və yaxud da ki, Maidə surəsinin 23-cü ayəsində "Və alallahi fetevekkalu in kuntum mu'minin." Allah deyir, əgər möminsinizsə, Allaha təvəkkül edin. Ki, bu iki ayədən görürük ki, Allaha təvəkkül etmək müminin xüsusiyyətlərindəndir, iman əhlinin nişanələrindəndir. Və biz Qur'an-ı Kərimin ayələrinə baxanda, məxsusən də şeytan və Həzrət Adəm əleyhissalam və Həzrət Həvva əleyhissalam, Allah ki, onları cənnətdən yer üzərinə indirəndə, şeytan Allahdan nə istəyir? Deyir, mənə möhlət ver, sənin bəndələrin yolunun üzərində dayanıb, yəni onları yolundan azdıraram. Allah şeytanın bu istəyini qəbul edib, Allah şeytana qiyamətə qədər möhlət verdi ki, şeytan insanları vəsvəsə edə bilsin, şeytan insanları yoldan çıxarda bilsin, azdıra bilsin. Amma Allaha təvəkkül etməklik dedik ki, imanın kamillik əlamətlərindəndir və şeytan Allaha həqiqi təvəkkül edən şəxsə hakim ola bilməz, onu yolundan azdıra bilməz, ona vəsvəsə edə bilməz. Qur'an-ı Kərimin Nəhl surəsinin 98-99-cu ayələrində Allah təbarək və teala buyurur: "Fəizə qara'ətəl Qur'anə fəstəiz billahi minəşşeytanirracim." Qur'an oxuduğun zaman rəcim, yəni qovulmuş şeytandan Allaha sığın. "İnnehu leysə lahu sultanun." Həqiqətən də şeytanın sultanlığı olmaz. Sultanlıq yəni hakimliyi olmaz. Kimin üzərində? Aləl-ləzīnə əmənu. İman gətirənlərin üzərində. Birinci xüsusiyyət. İkinci xüsusiyyət. Və alə rabbihim yətəvəkkəlun. O şəxslər ki, Rəblərinə təvəkkül edərlər, şeytan onlara hakim ola bilməz. Yəni şeytanın gücü yoxdur ki, qüdrəti yoxdur ki, iman gətirən və Allaha təvəkkül edən şəxsə hakim olsun, yəni ona vəsvəsə edə bilsin. Təbii ki, bu həqiqi imandan gedir və həqiqi təvəkküldən gedir.
Qeyd etdik ki, təvəkkül insana güc verir, insana qüvvət verir, insanı daha da gücləndirir, imanını daha da artırır, imanı kamilləşdirir. Əhzab surəsinin 48-ci ayəsində Allah təbarək və teala belə buyurur. Deyir, وَلَا تُطِعِ الْكَافِرِينَ وَالْمُنَافِقِينَ وَدَعْ أَذَاهُمْ. Sən kafirlərə və münafiqlərə itaət etmə və onların verdiyi əziyyətə də əhəmiyyət vermə. Yəni kafirin sözünə, münafiqin sözünə itaət etmə və onların sənə verdiyi əziyyəti də vecə alma. Yəni ona əhəmiyyət vermə. وَتَوَكَّلْ عَلَى اللّٰهِ. Allaha təvəkkül et. Yəni sən bütün işlərində Allaha təvəkkül et. وَكَفَى بِاللّٰهِ وَكِيلًا. Allahın vəkilliyi sənə kifayət eləyər. Ki bu ayədə də biz görürük ki, Allah deyir ki, yəni kənardan olan əziyyətlərə əhəmiyyət verməyin. İşlərinizə Allaha təvəkkül edin, Allahın vəkilliyi sizə yetər. Təvəkkül hədislərdə var, təvəkkül yəqin nişanələrindəndir. Əmir el-Müminin əleyhissalam buyurur, "Ət-təvəkkül min quvvətil yəqin." Təvəkkül, yəni Allaha təvəkkül etmək yəqinin qüvvələrindəndir, yəqinin nişanələrindəndir, yəqinin əlamətlərindəndir. Hədislərin birində Allah Resulü Həzrəti Muhammed sallallahu aleyhi və səlləmdən nəql olunur ki, Allah Resulü Cənab-ı Cəbrail əleyhissalama sual etdi ki, təvəkkül nədir? Cəbrail əleyhissalam belə cavab verir ki, təvəkkülün həqiqəti nədir? Yəni insan necə təvəkkül etməlidir? Buyurur ki, "Əl-ilmu bi-ennel məxluqə la yadurru və la yənfəu." Elm edəsən, yəni biləsən ki, məxluq, yəni yaradılanlar, insanlar nə sənə zərər verə bilməz, nə də sənə faydası olmaz. Və la yu'tə və la yəmnə. Nə isə sənə əta edə bilməz və ya sənə yetişən nəyinsə qarşısında bir mani ola bilməz. Və istimalul yəsi minəl xalq. Xalqdən, yəni yaradılmışdan ümidini üzəsən. Xaliqə ümid bəsləyəsən. Və izə kanəl abdu kəzalik. Əgər bir bəndə bu xüsusiyyətdə olsa, yəni bunu bilsə ki, məxluq ona zərər verə bilməz, ona fayda verə bilməz, Allahdan ona gələn qarşısını ala bilməz və yaxud da ki, ona nəyisə əta edə bilməz. Elə ki, bəndə bunu bildi, ləm yə'məl li əhədin sivəllah. O heç bir işi, heç bir əməli Allahdan başqasına görə görməz. Və ləm yərcu və ləm yəxaf sivəllah. Allahdan başqa kiməsə ümid etməz, Allahdan başqa kimdənsə qorxmaz. Və ləm yətmə fi əhədin sivəllah. Allahdan başqasının əlində, yəni kimsə əlində nəsə varsa, ona tamah salmaz. Ancaq Allahın nemətlərinə, Allahın verdiklərinə Allaha ümid eləyər. Bəs belə olduğu halda Cənab Cəbrail əleyhissalam deyir ki, bir insan bunu bildi, bu əqidədə oldu, buna yəqin etdi, fəhəzə huvət-təvəkkül. Bəs təvəkkül budur. Yenə Əmir el-Müminin əleyhissalam təvəkkül haqqında buyurur ki, "Ət-təvəkkül hisnul hikmə." Təvəkkül hikmətin bir qalasıdır. Bunun mənası nədir? Yəni təvəkküldə bir hikmət var. İnsan hər hansısa bir əməli edən zaman, hər hansısa bir duanı edən zaman Allaha təvəkkül edirsə, o işin onun üçün xeyirli olub olduğunu bilmir. Və Allaha təvəkkül edir ki, ilahi bu iş mənim üçün xeyirlisə, onu mənim üçün rəva bil, yəni mənim üçün yerinə yetir, duamı qəbul et. Əgər bu əməl mənim üçün zərərlidirsə, onu məndən uzaq elə. Bu nədir? Bu hikmət. İnsan olacağın hikmətini bilmədiyi üçün Allaha təvəkkül edir və təvəkkülün nəticəsi nə olursa, Əmir el-Müminin əleyhissalam buyurur ki, "Ət-təvəkkül hisnul hikmə." Təvəkkül hikmətin qalasıdır. Duanın bir hissəsində də oxuyuruq. "Vəc'alni fihi minel faizinə lədeyk." İlahim, məni bu gün nicat tapanlardan qərar ver. Yəni qurtuluş olanlardan, qurtulanlardan, nicat tapanlardan qərar ver. Bəs nicat yolu hansıdır? Hansı əməllərdir ki, o əməllərin sahibi nicat tapanların cərgəsində olar? Buna da cavab Quran-ı Kərimdə açıq-aşkar ayələr var. Birinci, məsələn, Nur surəsi 52-ci ayəni misal çəkmək olar. Buyurur, وَمَنْ يُطِعِ اللّٰهَ وَرَسُولَهُ وَيَخْشَ اللّٰهَ وَيَتَّقِي فَأُولَٰئِكَ هُمُ الْفَائِزُونَ. Bu ayədə 4 xüsusiyyət qeyd olunur. 4 xüsusiyyətə sahib olan şəxs nicat tapanlardandır. Birinci, وَمَنْ يُطِعِ اللّٰهَ. Birinci o şəxs ki, Allaha itaət edər. Və Rəsulə və Allahın Peyğəmbərinə itaət edər. İki xüsusiyyət.
Və yaxşallah, Allaha qarşı xuşu halında olar. Üçüncü xüsusiyyət, və yəttəqi, Allaha təqvalı olar. Bu dörd xüsusiyyəti özündə cəm edən nicat tapanların cərgəsində olar. Və ya Müminun surəsinin 111-ci ayəsində başqa bir xüsusiyyət qeyd olunur. Buyurur ayədə ki, İnni cəzəltuhumul yevmə bimə sabaru ennəhum humul faizun. Bugün, yəni onlar etdikləri səbirin müqabilində, yəni göstərdikləri səbrin müqabilində bugün onların mükafatını verərəm. Bəs həqiqətən onlar nicat tapanlardır. Bu ayədə də səbir etməklik, yəni səbir edənlər nicat tapanların cərgəsindədir. Duanın o bir hissəsi belədir ki, وَجْعَلْنِ فِيهِ مِنَ الْمُقَرَّبِينَ إِلَيْكَ ya bi-ihsanika ya gayətət talibin. Bəs məni bugün sənə yaxın olanlardan qərar ver. Bi-ihsanika ya gayətət talibin. Yəni ehsanına xatir, ey istəyənlərin məqsədi. Burada da biz Allahdan istəyirik ki, ilahi bizi sənə yaxın olanlardan qərar ver. Bəs müqərrəb, yəni Allaha yaxın olan kimlərdir? Hansı əməl sahibləri müqərrəb insanlardandır? Yəni Allaha daha yaxın olan insanlardandır. Vaqiə surəsinin 10-11-ci ayəsində belə buyurur: "Vəs-sabiqun" O şəxslər ki, imanda qabaqcıl olub hamıdan önə keçərlər, "Ulaika humul muqarrabun." Bəs Allaha yaxın olan onlardır. Yəni iman da deyəndə, yəni Allahın buyurduqlarını yerinə yetirməkdə daha önə keçənlər. Onlar nədir? Allaha daha yaxın olanlardır. Əmirəl-Möminin əleyhissalam əqrab, yəni ən yaxın olan, Allaha ən yaxın olan insanların xüsusiyyətlərini bəyan edir. Bir əqrabul ibad ilallahi Teala. Allaha ən yaxın olan bəndə o şəxsdir ki, əqvaluhum lil haqq və in kana aley. Haqq sözü deyər, yəni sözləri haqq olar. Baxmayaraq ki, o sözü özü deyir və onun əleyhinədir, amma haqq söz olduğuna görə onu deyir. Bu bir, yəni haqq sözü əleyhinə də olsa belə deyən şəxs. Və a'maluhum bil haqq və in kana fihi kurhu. Baxmayaraq ki, o haqq sözü, yəni haqqı yerinə yetirmək ona xoş gəlmir, amma yəni o haqq söz, yəni haqq əməl ki, onun yerinə yetirmək ona xoş gəlməsə də belə, onun əməlləri haqq üzərində olar. Yəni insan var da, görsən haqdır, əməli haqdır, amma xoşu gəlmir. Bəzən məcburiyyətdən yerinə yetirir, bəzən qəlbən yerinə yetirir, amma görsən o əməldən xoşu gəlmir. Amma imam buyurur ki, onun xoşu gəlməsə də belə əməli haqdırsa, o insan nədir? Müqərrəb bəndədir, yəni Allaha əqrəb, daha yaxın bəndədir. Yenə İmam Sadiq əleyhissalam buyurur, bir Allah Həzrəti Davud əleyhissalama belə vəhy etdi ki, ya Davud, ey Davud, kəma ənnə əqrəbən nasi minəllahil mutavadi'un. O təvazükar insanlar, necə ki, Allaha ən yaxın olan insanlardandır, yəni Allaha ən yaxın olan insanlardan biri kimdir? Təvazükar olan insanlar. Kəzəlikə əbədun nasi minəllah əl-mutakəbbirun. Həmçinin təkəbbürlük edən insanlar da Allaha ən uzaq olan insanlardır. Yəni Allaha ən yaxın olan insanlardan təvazükar olanlardır və Allaha ən uzaq olan bəndələrdə kimlərdir? Təkəbbürlü insanlar. Allah Resulü Həzrəti Muhammed sallallahu aleyhi və səlləm Allaha ən yaxın olan insan, yəni bir cümlə ilə bu belə deyək, bu mövzunu kamil formada bizə çatdırır. Buyurur ki, Allah Resulü sallallahu aleyhi və səlləm Qalallah mə yətəqarrabu iləyyə əbdi bimisli ədai mə iftaradtu aleyhi. Mənə ən yaxın olan bəndələrimdən, yəni mənə yaxın olan bəndəm o şəxsdir ki, mənim vacib etdiyim əməlləri yerinə yetirir. Yəni, Allahın vacib buyurduğu əməlləri gözəl şəkildə, kamil şəkildə yerinə yetirən şəxs Allaha daha yaxın olan bəndələrdəndir. Allah bizim oruclarımızı qəbul eləsin, bizi salihlərdən qərar versin, tutduğumuz orucları qəbul eləsin, etdiyimiz duaları qəbul eləsin. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuh.